Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Əşrəf Yusifzadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Qərara əsasən zərərçəkmişin apellyasiya şikayəti təmin edilməyib. İttihama görə hadisə 2024-cü il paytaxtın Nərimanov rayon ərazisində yerləşən restoranda qeydə alınıb. Zərərçəkmiş Samir Sarıyev restoranda olarkən digər müştəriləri narahat edib. Bu səbəbdən təqsirləndirilən şəxs ondan obyekti tərk etməsini istəyib. Zərərçəkmiş şəxs bu tələbdə razılaşmayıb və Əşrəfə qarşı nalayıq ifadələr işlədib. Bundan sonra təqsirləndirilən şəxs qəsdən Samirin sifət nahiyəsinə yumruq zərbəsi vurub. Məhkəmə iclasında Əşrəf Yusifzadə elan olunmuş ittiham üzrə özünün təqsirli bilmədiyini deyib. Nərimanov rayon məhkəməsinin qərarına əsasən təqsirləndirilən şəxsə amnistiya aktı tətbiq olunub, cəzadan azad edilib. Hökmdən narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək 1-ci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi, təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməklə ittiham edici hökm çıxarılmasını xahiş etmişdi. Qeyd edək ki, ad və soyadları şərti verilib.